Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdıracağıq. Əvvəlcə qeyd eləyək ki, bugün noyabrın 12-sidir və noyabrın 13-ünə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq və arabir tutulacaq. Əsasən isə yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu isə gecə 9-14 dərəcə, gündüz isə 16-19 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə isə arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu isə rayonlarımızda gecə 6-11 dərəcə, gündüz isə 17-21 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlarda isə gecə 3-7 dərəcə isti, gündüz isə 10-15 dərəcə arası isti olacağı proqnozlaşdırılır. Bu da noyabrın 13-ü olan günün hava haqqında məlumatı idi.